Salam müəllim, hörmətli Əmələ xanım, hörmətli müəllimlər, əziz şagirdlərimiz. Bildiyiniz kimi, bugün artıq biz təhsil müəssisəsi olaraq Zəfər gününün tədbirlər planına uyğun hərəkət edib, bugün təntənəli surətdə Zəfər günü bayramını qeyd edirik. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Dövlət Agentliyinin Şirvan Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən imzalanmış müvafiq əmr əsasında ümumi təhsil müəssisələrində Zəfər gününün təntənəli surətdə keçirilməsi, Zəfər gününə həsb olunmuş tədbirlər silsiləsinin həyata keçirilməsi davam edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə sentyabr ayından başlayaraq əks hücum əməliyyatı həyata keçirildi və şəhidlərimizin qanı hesabına, qazilərimizin vətənpərvərlik duyğuları hesabına, canı hesabına biz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdik. Bugün biz fəxr hissi ilə qeyd edə bilərik ki, biz müstəqil Azərbaycanın döyüşkən ruhlu vətənpərvər övladlarının hesabına məktəbimizdə təhsil alırıq və həyatımızı davam etdiririk. Mən hər zaman qeyd edədiyim kimi bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, bizim ən ali borcumuz şəhidlərimizədir. O şəhidlər ki, bizləri müstəqilliyə, bitirilmiş torpaqlarımıza qovuşturmağa, can ataraq canlarından keçdilər. Allah Teala şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfaət versin inşallah. Və bir məsələni də vurğulamaq istəyirəm ki, biz ümumi təhsil müəssisəsi olaraq hər zaman vətənpərvərlik duyğularının, vətənpərvərlik mənəviyyatının aşılanması istiqamətində Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirləri tətbiq edir. Eyni zamanda gələcək vətəndaşlarımızın yetişdirilməsi, vətənpərvərlik duyğularının aşılanması istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlər ki, sizlər hər zaman o tədbirlərdə iştirak edir, eyni zamanda təhsil almaqla yanaşı, gələcək vətəndaş olaraq öz məsuliyyətinizi dərk edirsiniz. Mən hər birinizi, bütün kollektivimizi, şagird kontingentimizi, bütün cəmiyyətimizi bir ziyalı olaraq Zəfər günü münasibəti ilə təbrik edirəm. Təbii ki, qeyd edədiyim kimi, bu zəfər bizə şəhidlərimizin qanı bağısına bəxş olunur. Allah başlar şəhidlərimizə rəhmət eləsin, Cənab Prezidentimizə can sağlığı versin ki, bu müzəffər bir duyğunu, qalibiyyət duyğusunu, dünyada alnı açıq olan, başı dik olan Azərbaycan xalqını formalaşdırdığına, Azərbaycan dövlətinin nüfuzunu hər bir ölkə qarşısında bərpa etdiyinə və bizim müstəqil Azərbaycanın müstəqil vətəndaşları etdiyinə görə ona təşəkkür düşür. Hər birinizə diqqətinizə görə təşəkkür edirəm. Allah Teala bir daha şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Sözü verək Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Anar xanım Məmmədova. Hamını Zəfər bayramı münasibətilə təbrik edirəm. Elşən müəllim çox ətraflı danışdı. Bugünkü günü bizə bəxş edən bizim şəhidlərimiz və qazilərimiz olmuşdur. Allahdan şəhidlərimizə rəhmət arzulayırıq. Qazilərimizin sağlamlığı itirmiş qazilərimiz var. Onlara Allahdan şəfa diləyək və müharibə iştirakçılarımıza da can sağlığı arzulayırıq. Bu vətənpərvərlik dastanına uşaqlar siz şahid oldunuz. Bizim dövrümüzdə, biz oxuduğumuz dövrdə biz kitablardan oxuyorduk ki, hansısa müharibələr olub, qəhrəmanlıq. Amma siz xoşbəxt uşaqlarsınız ki, bu qəhrəmanlıq dastanına şahid olursunuz. Bu qəhrəmanlıq dastanının da yazılmasında Cənab Prezidentimiz İlham Əliyevin başçılığı ilə Azərbaycan xalqı nail olmuşdur. Və vətənpərvərlik, bu vətənpərvərlik ruhunda gənclərimizin böyüməsində
biz təşəkkür eləməliyik valideynlərimizə və müəllimlərimizə. Onların tərbiyəsi, onların sizlərə, övladlara, gələcək nəsillərə ötürdüyü tərbiyənin nəticəsidir ki, gələcəkdə vətənin keşiyində durmaq lazım olanda həmin o vətənpərvər yiğitlərimiz, vətənpərvər gənclərimiz vətənin müdafiəsi üçün səfərbər olurlar. Azərbaycan xalqı bütövlüyü bərpa eləyib, Azərbaycan xalqı inkişaf eləyib. Amma bu müharibə bitib. Amma bu demək deyir ki, dövlətimizi hamı istəyir. Təbii ki, bu dövlətimizin inkişafına, aparılan quruculuq işlərinə qısqanclıqla yanaşan kənar qüvvələr var. Və onların da ola bilər ki, dövlətin içərisində uzantıları ola bilər. Amma biz nə eləməliyik? Biz müəllimlər, biz valideynlər bu günləri dövlətin siyasətini dəstəkləməliyik, dövlətin siyasətini təbliğ eləməliyik və şagirdlərimizdə vətənpərvərlik ruhu aşılamalıyıq. Doğrunu öyrətməliyik. Yəni bir sözlə, doğru nədir, onu öyrətməliyik şagirdlərimizdə. Bir də fürsətdən istifadə edib, yaxın vaxtlarda bizdə olimpiyada, müəllimlərə səslənirəm buradan, olimpiyadamız olacaq. Xahiş edirəm, hər müəllim, mən belə görürəm, məktəbdə müəllim bir zabit kimi baxıram. Şagird də bir əskərdir, zabitin arxasında getməlidir. Müəllimlərdən xahiş edirəm, olimpiyada üzrə öz siniflərinizdə hansı fənnin üzrə tədris aparsızsa, olimpiyada istiqamətində, sonra digər fən müsabiqələrdə iştirak eləmək üçün uşaqlarda ruhlandırmaq tədbirləri həyata keçirin. Ola bilər, o uşaq olimpiyada qalib olmaya bilər. Amma o yolda getməyə öyrədir, xahiş edirəm sizdən. Bu 4 nömrəli məktəbin son 2 illərin nailiyyəti çox yaxşı olub. Mən öz işlədiyim dövrü deyirəm. Ümumiyyətlə, rayonumuzun orta bal göstəricisine əhəmiyyətli qatkısı olub. Son 4-ün statistikasına göstərəndə əvvəlki 2 illərdə deyim ki, 86 bal olub, akademik göstərici, ondan sonra 87 bal olub və keçən il 94 bal, bu il olub 103 bal. Bu da ki, o deməkdir ki, Biləsuvar rayon təhsili artan dinamika ilə inkişaf edir və bu inkişafa xidmət etdiyi üçün və bunun üçün əlindən gələni eləyən Biləsuvar rayon 4 nömrəli tam orta məktəbin kollektivindən təşəkkür edirəm. Sizlərə minnətdarım. Bu yolda da, bu formada davam edin. Sağ olun, təşəkkür edirəm. Sözü məktəbimizin şəhid anası Tamella xanıma verir.